Eyler Akademinin təqdim etdiyi 10-cu siniflər üçün sınağa baxırıq. Birinci İngilis dilinin qrammatikasından başlayaq. Nöqtələrdən sonra difficult sifət gəlibdir. Burada nə olar ən çox bizim üçün nə gedər? Cümlənin əvvəlində şəxs əvəzliyi gələr deyə bu prizmadan yanaşıb mən şəxs əvəzliklərinə baxacağam. It is difficult, çətindir. Bizə şəxs əvəzliyi və feil lazımdır. Şəxs əvəzliyi də özündən sonra feil və yaxud da ki köməkçi feil götürürdü. İkinci tərəfə baxaq. İkinci tərəfdə people var, isim var. İsim bizdən nə istəyir? İsim öz qabağına isimlə işlənilən yəlik əvəzliyi istəyirdi. Ona görə C bəndindəki it getdi, A bəndindəki it getdi, D bəndindəki şəxs əvəzliyi və köməkçi feil olan iz getdi. Qaldıq B və E variantı arasında. İndi E qoysam it difficult, o çətin şərti ödəmir. Bizə nə lazımdır? Şəxs əvəzliyi və köməkçi feil. It is difficult. Çətindir. Nə vaxt to be köməyə gələcək? To be o zaman köməyə gəlir ki, cümlədə hərəkət bildirən bir feil yoxdur. Action verb yoxdur. Və action verb yoxdursa bizə feil əvəzi olaraq to be köməyə gəlir. Ona görə də düzgün cavabımız olacaq B bəndi. İndi uşaqlar, burada bunu qeyd edirsiniz ki, bir its, bir də his həm isimlə işlənən yəlik əvəzliyinin əvəzliklərindəndir, həm də isimsiz işlənən yəlik əvəzliyinin əvəzliklərindəndir. Biz bunu əzbər bilsək, bunu işlətmək çətin olmaz bizim üçün. 16-ya baxaq. Ted has visited. Burada most sifətin üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi biz bilirik ki, Z artiklından işlənir. A, D variantları getdi və E variantı getdi. Sonra Western Europe. Biz demişik ki, materiklərin qarşısında artikel işlənməz. Və burada Western Europe bir region olduğu üçün biz burada artikel işlədə bilmərik. Ona görə düzgün cavabımız olacaq C bəndi. 17-ci testə baxaq. Alice became. Uşaqlar, to be, to get, to become, to seem, to look, to appear, sonra yenə vardı to taste, to grow, to turn. Bunlar nə idi? Bunlar linking verblər idi. Linking verblərin özəlliyi nədir? Bu feillər özündən sonra burunlarının dikinə gedir, zərf götürmürlər, qaydalara qarşı çıxırlar. Bu feilləri sifətlə işlənməyi üstün tuturlar, əgər orada bir fiziki hərəkət yoxdursa. Ona görə də became-dən sonra mən increasingly getdi. C, D, E variantlarımız uyğun gələr. İndi keçirik digər tərəfinə. Her husband, onun həyat yoldaşı behave, davranırdı. Davranmaq nəyə aiddir? Qəribə davranırdı. Burada bir hərəkətdən söhbət gedir. Bizə nə lazımdır? Bizə zərf lazımdır. Zərfi də bizə verəcək ly olanlar. E variantı getdi, C variantı getdi. Düzgün cavabımız olacaq D bəndi. Çünki birincidə became özündən sonra sifət istəyirdi. İkinci tərəfdə davranır deyəndə bizə bir hərəkət bildirən feil olduğu üçün zərf lazımdır. Ly-lığını götürəcək ikinci tərəfdə. İndi baxın, bu feilləri bura qeyd etdim. Bu feilləri mütləq əzbərləyin. İstər 9 buraxılış, istər 11 buraxılış, mütləq ki, bu feillərdən sizə bir test düşəcək. Düzgün cavabımız D bəndidir burada. 18-ci testə baxaq. During the excursion, every tourist tried to climb. Çıxmağa çalışırdılar. Than the others. Burada zən bağlayıcısı bizə deyir ki, müqayisə dərəcəsi işlənilibdir. Mən sizə dünən qruplara atdığım hissəni göstərim. Baxın, biz burada qeyd eləmişik. Hardly, highly, nearly, closely. Bu sözlər, bu zərflər dərəcələnməz. Qayıtdıq testimizə. Burada zəm bağlayıcısı varsa məndən dərəcə istəyir. Mən nə istifadə eləməyəcəm? Highly dərəcələnməz. More highly olmaz. Zəm bağlayıcısı var deyə high olmaz. More high deyə bir şey yoxdur. Ona görə olacaq E bəndi. Keçək 19-cu testimizə. That day, o gün, the old fisherman, qoca balıqçı, went to the river again, getdi, yenidən getdi çaya, to catch some fish, biraz balıq tutmağa. For his family, ailəsi üçün. Nə demişik? Demişik ki, əgər and bağlayıcısı varsa, burada bir həmcinslik var. Bizim sağımız da, solumuz da
eyni olacaqdı. Bura nə götürürəmsə, mən burada onu götürməliyəm. Ona görə uzlaşmayan fərqli zamanları çıxacam. Mən bərabərliyə getməliyəm. Orada and var. Ona görə olacaqdı D variantı. Keçmiş sadə, keçmiş sadə. Həm də burada proseslər ardıcıl baş veribdi. Getdi, tutdu. Əgər ardıcıl baş verərsə, həmişə past simple-dan istifadə edirik. Səhər yuxudan durdum, ərizimi yudum, yeməyimi yedim, məktəbə getdim. Hamısı ardıcıl baş veribdi. Bu keçmiş sadə zamandır. 20-ci testdə derivative noun, düzəltmə isimləri istəyir bizdən. Clever sözü ağıllı, bu sifətdir zaten. Interesting, maraqlı sifətdir. Sonra baxaq variantlarımıza. Warship, döyüş gəmisi, müharibə gəmisi, mürəkkəb isimdir. Sonra information, məlumat, nation, sadə isimdir. Ona görə düzgün cavabımız D bəndi. Manager, manage, idarə etmək, manager, idarə edən şəxs. Teach, öyrətmək, teacher, müəllim. Proposal da təklif deməkdir. Propose, bir şeyi təklif edirsən. Proposal da isim olur, təklif olur. Digər testimiz 21-ci test. Uşaqlar, zero conditional, first conditional yadımıza salaq. Zero conditionalda iki tərəfdə bərabər olurdu. İndiki sadə, bu bilinən hərəkətlər idi. Məsəl üçün, su 100 dərəcədə qaynayır, günəş şərqdən çıxır, qərbdə batır. Amma first conditionalda bir tərəf sadə, bir tərəf gələcək olurdu. Və bu zaman diqqət edirdik. Hansı bağlayıcılara? Till, until, after, before, as soon as long as, if, when, bu bağlayıcılardan sonra əsla gələcək zaman işlətmirdik. Gəlin indi testimizə baxaq. If'i gördüm burada. Mən if'dən sonra gələcək zaman verməyəcəm. E bəndi getdi, D bəndi getdi. Qaldım 3 variant arasında. İndi artıq mənim köməyimə tərcümə gələcək. You will fail the examination. İmtahandan kəsiləcəksən. If you don't work hard. Əgər çox çalışmasan. Düzgün cavabımız A bəndi. 22-ci testə baxaq. They stayed in excellent hotel. Əgər bir otel sayılır, bir isim sayılır, təkdədirsə və onun haqqında biz ilk dəfə danışırıqsa, biz orada mütləq en artiklı verməliyik. Sait hərflə başladığı üçün sait səslə olan isimləri biz en artiklı işlədirik. Ona görə bütün en artiklı olmayan variantları çıxıram. Qalır burada C və E variantı. Dedik ki, last və next. Əgər isimlə işlənərsə sıra bildirir. Məsəl üçün, the last, sonuncu seat, oturacaq. Amma əgər zamanla işlənirsə, biz o zaman Z artiklı verə bilmərik. Burada sıra sayı mənasını verir, sıra mənası verir. The last seat, sonuncu oturacaq deməkdir. Amma burada last zaman ötən yay deməkdir. Zaman mənası bildirir. Zaman mənası bildirərsə, biz heç vaxt orada Z artiklı götürə bilmərik. Ona görə düzgün cavabımız E variantıdır. 23-cü testə baxaq. Alice has got friends sayılır, cəmdədir. Nə edəcəm bunun qabağında? Zaten hamısı sayılan isimlərdir. Və cümləm bura qədər olan vergülə qədər olan hissiyə baxıram. Cümləm təsdiqdədir. Ənin eyninin burada işi yoxdur. Digər tərəfdən baxıram. And feels lonely in the new city. Və yeni şəhərdə yalnız hiss edir. İndi Alice'in çox dostu varsa yalnız hiss etməz. Alice'in biraz dostu varsa yenə yalnız hiss etməz. Demək ki, Alice has got few friends. Alice'in az dostu var. Və burada feil gəlibdir. Feil gəlibsə bizə nə lazımdır? Bizə şəxs əvəzliyi lazımdır. Şəxs əvəzliyi hardadısa ora gedəcəm. Bu da olacaqdır D bəndi. She feels. O hiss edir yalnız. Dedik ki, bu lonely bir əlavə haşiyə çıxaq. Lonely həm sifətdir, həm zərfdir. Əgər deməli, əgər isimlə işlənirsə və stative verblərlə to be, to get, to become bunlarla işlənirsə sifətdir. Əgər hərəkətə bağlıdırsa zərfdir. Burada feel stative verb olduğu üçün lonely burada sifətdir. 24 piece bir parça deməkdir. O da olacaq the amount of, baxaq görək, yox.
A portion of an object or of material. Portion, porsiya, hissəsi, qismi. İkincidə piece, burada nədir? Piece, sülh mənasındadır. Yəqin ki. Baxaq görək hansı? Freedom from disturbance. Üçdə isə price, qiymətdir. Qiymət də olacaqdır the amount of money, pulun miqdarı. Tərcümələri necə çıxacaq? Freedom from disturbance. Disturb nədir? Narahat etmək. Disturbance nədir? Narahatçılıq. Narahatçılıqdan azad olmaq. Yəni ikinci peace, huzur tapmaq. Burada peace, düzdür, sülh mənası, amma burada huzur tapmaq mənasında verir. Bilirsiniz, bunun sülh, əminamanlıq, sakit həyat tərzi, belə mənalar var. İkinci, a portion of an object. Bir obyektin, materialın bir hissəsi. Price isə amount of money expected. Pulun bir miqdarı, gözlənilən və ya tələb olunan bir pulun bir miqdarı. Keçək digər testimizə. Irregular verb istəyir bizdən. Kökündən dəyişərək keçmiş olan fe'lər. Start, started olurdu, olmaz. Leave, leave it olurdu, olmaz. Leave olurdu, bu left qaldı mənası verirdi. Yadınızdadırsa deyirdik ki my book left on the table. Kitabım stolun üstündə qaldı. Bir də tərk etməyin mənası kimi tırnandı burada. İkidə də begin, began olurdu. Çox asan. Keçək tərcümələrimizə. Dear customers, əziz müştərilər, our bookstore, bizim kitab mağazamız, which provides service to you every day of the week, hansı ki sizin üçün xidmət təmin edir həftənin hər günü, will not operate next Sunday, növbəti bazar günü yəni işləməyəcəkdir, due to repairs, təmirə görə. After the repair is completed, təmir tamamlanandan sonra our comfortable tables, bizim rahat stollarımız, where you can have tea or coffee, harda ki siz çay və kofe ala bilirsiniz, will be available for your use. Mümkün olacaq sizin istifadəniz, yəni sizin istifadəniz üçün mümkün olacaqdır. Thank you for your patience. Səbriniz üçün təşəkkür edirəm. Sincerely store management. Səmimiyyətlə mağaza idarə heyəti. Baxaq variantlarımıza. Əslində çox asandır. The book is normally closed on weekends. Burada elə bir şey demədi ki, həftə sonları bağlanır. After the repairs, təmirdən sonra customers were able to eat in the store. Müştərilər mağazada yeyə biləcəklər. Bu variantı özüm üçün saxlayıram. There will be discount. Burada discount endirim deməkdir. Yəni sale off endirim demək sinonimi. Burada elə bir şey yox idi. Comfortable tables will be available after the repairs. After the repairs, təmirdən sonra rahat stollarımız mümkün olacaq sizin üçün. Gəlin bunu da işarələyək, axırda analiz edəcəyik. Customer will not be able to use the store for 1 week due to. Burada vaxt verməyibdi, nə qədər sonra olacaqdı. Gəlin iki variant arasında dəqiqləşdirək. Variantlarımıza baxsaq, B bəndində deyir ki, eat in the store. Amma burada deyir ki, have tea or coffee. Ona görə B variantımız olmaz. Bu bookstore'dur da. Burada yeməyin nə iş var? Restoran deyil ki, ona görə düzgün cavabımız gələcək D variantı. Hello Ali, I called you but you didn't answer the phone. Mən sənə zəng etdim amma sən cavab vermədin. I wanted to say that. Mən demək istəyirdim ki, I have a ticket for the football match. Mənim futbol oyunu üçün biletim var. Unfortunately, təəssüf ki, I will not be able to go. Mən gedə bilməyəcəm. If you want, əgər sən istəyirsənsə, I can give it to you. Sənə verə bilərəm. I would appreciate it if you could get back to me as soon as possible. Mümkün qədər mənə deyir ki, geri dönüş eləm. Baxaq. Your friend Fərid, sənin dostun Fərid. Fərid Əliyə yazıbdı. Buna diqqət edin. Əli will not be able to go to football match on Friday. Bu Fərid gedə bilmir. Məktubu yazan Fəriddir. Ona görə A bəndini çıxardırıq. The football match will take place at the weekend. Amma burada Friday deyirdi, səhvləmirəmsə. Variantda deyir ki, həftə sonu olur. Amma mətnin içində on Friday, 5-ci gündür. 5-ci gün həftə içinə daxildir. Fərid wants to give his ticket to his friend. Bəli, Fərid istəyir ki, biletini Əliyə versin. Çünki salam Əli deyir. Bu variantı saxlayacağım.
Əli doesn't use a phone. Belə bir məlumat yoxdur. Bir adam bir dəfə telefonu götürmür deyə işlətmir mənasına gəlmir. Əli doesn't like. Əli heç hələ fikrini bildirməyibdi ki, futbol xoşdur, xoşlamır. Buna görə düzgün cavabımız C variantı. Attention, diqqət. The new film will be shown at Central Cinema. Yeni film sinemada göstəriləcək. On Saturday, şənbə günü. Tickets are on sale at a discounted price. Biletlər are on sale, satışdadır. Discounted, endirim qiymətlərlə. Don't miss this opportunity. Don't miss, itirməyin bu şansı. Baxaq, describe the character of the new film. Filmin xarakterini, yəni necə olacağını deyir. Xeyr. Encourage people, insanlar ruhlandırır ki, baxsınlar filmə. Film haqqında mənə məlumat vermədi, bilet haqqında verdi. Inform about ticket prices. Biletlər haqqında məlumatlandırdı? Bəli, məlumatlandırdı. Advertise, reklam eləyir Central Sinemanı? Xeyr, reklam deyə bir şey yoxdur. Discountdan danışır, yəni endirimdə. Advise people to watch the movie, insanlara məsləhət görür ki, evdə filmə baxsınlar. Xeyr, belə bir şey də yox idi. Uşaqlar, bu da readingin suallarıdır. Əgər readingin suallarının cavabını istəsəniz, şərh bölməsində yazın, mən cavabları yerləşdirim. Reading sizin tərcümənizə əsaslandırdığı üçün burada izah olunması elə bir şey yoxdur və mətn isə çox asandır.